Ağdaşda hərbi xidmətə yararsız əskəri hərbi xidmətə yola salan 2 həkim cəzalandırılıb. Özü də məhkəmə tərəfindən onlar 2000 manat cərimə olunublar. Məlum olur ki, bir müddət öncə ağır xəstəliyi olan bir əskər hərbi müayinədən keçib və hərbi müayinədən keçərkən həkimlər ona əskərliyə yararlıdır yazıblar. Baxmayaraq ki, əskər dəfələrlə bildirib ki, onun ağır xəstəliyi var. Həkimlər ona məhəl qoymayıb və o Cəbrailə hərbi xidmətə yollanıb. Bir müddət sonra hərbi xidmətdə onun ağır xəstəliyi üzə vurub. Təbii ki, adam xəstədir və belə olan təqdirdə o təcili şəkildə Dövlət Sərhəd Xidmətinin xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə olunduqdan sonra məlum olur ki, bu hərbi xidmətə yararlı deyil və ordu sıralarından onu tərxis ediblər, evə göndəriblər. Uşaq 2006-cı il təvəllüdlüdür, 18 yaşında hərbi xidmətə gedib, 19 yaşında məlum olur ki, artıq o hərbi xidmətə yararsızdır və tərxis olunub. Həkimləri cəzalandırıblar 2000 manat. Məncə çox yüngül cəzadır. Onlara daha ağır cəza vermək olardı. Azərbaycanda belə vicdansız, belə əqidəsiz həkimlər çoxdur. O həkimlər ki, onlara pul verməyəndə yararsız əskəri yararlı yazaraq hərbi xidmətə yola salırlar.